Çox təcili olaraq Yeni Yasamalda 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 64 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Ən əsas məsələlərdən biri odur ki, binanın qazı, suyu, işığı daimidir, sənədi kupçadır, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısından keçir. Videomuzu sonadək izləyin ki, sonda qiymətini deyəcəyim, xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 64 kvadrat olan bir otaqdan 2 otağa ideal düzəlmə ona görə deyirəm ki, həm mətbəxindən, həm yataq otağına, həm qonaq otağına pəncərəsi düşür. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir, sənədi kupçadır, ipotekaya yararlıdır. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və hətta inşaatçılar metrosuna piyada 10 dəqiqəlik məsafədə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 140 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.